Əncir mürəbbəsinə ürəyim gedir, amma mütləq Bakı ənciri olmalıdır və qabığı soyulmuş olmalıdır. Gəlin indi birlikdə hazırlayaq. Əncirlərimizi qəşəng-qəşəng soyuruq, mütləq əlcək taxırıq, çünki əncir barmaqları pis günə qoyur. Ona görə də əlcəksiz soymuruq. Qəşəng-qəşəng soyduqdan sonra üzərinə 1 kiloqrama 800 qram prinsipi ilə şəkər tozunu qəşəngcə gəzdiririk. Hər tərəfini şəkər tozu ilə örtürük və üzərini bağlayıb bir gecə saxlayırıq ki, suyunu buraxsın. Gecənin sonunda isə görürsünüz necə qəşəng suyunu buraxıb, qazana heç su əlavə etməmişəm. Hamısı meyvənin öz şirəsidir və qoyuruq girodda təxminən 30-40 dəqiqə bişiririk. Meyvənin çoxluğundan asılı olaraq bişirmə vaxtı təbii ki, biraz dəyişir. Bişən zaman üzərində kəflər yaranır. O kəfləri də yığırıq və içərisinə bir kiçik dilim limon da əlavə edirik ki, daha gözəl rəngi qalsın, rəngi olsun deyə. Bişmiş halında artıq bu şəkildə görürsünüz. Bişəndə üzərindəki köpüklər içə doğru patlamağa başlayırlar və şirəsi də qaşığın ucunda qalan son damla süzülməməyə başlayır. Beləcə mürəbbəmiz tam şəkildə hazırdır. Soyuduruq və bankalara doldurub sərin bir yerdə qış üçün saxlayırıq. Hazırlayan hər kəsə indidən nuş olsun.